Bu adapterlər telefonu səssizcə öldürür. Bunlar hansılardır? Gəlin öncə adapterin işləmə prinsipinə baxaq. Adapterlər məişətdə istifadə olunan 220 volt gərginliyi öncə düzləndirir, yüksək tezlikli siqnalı çevirərək kiçik bir transformatorun köməyi ilə aşağı gərginliyə çevirir. Sonra isə bu gərginliyi sabitləşdirir. Müasir telefonlar standart, sürətli və ultra sürətli şarj olan zaman 5-20 volt gərginliklə qidalanır. Bu gərginliyi adapterlər təmin edir. Orijinal adapterlər telefonun tələb etdiyi gərginlik və cəryanı stabil şəkildə təmin edir. Ucuz adapterlərin problemi məhz bundadır. Onların qoruyucu və sabitləşdirici sistemləri zəif olduğundan telefona qeyri-stabil gərginlik və cəryan göndərir. Bu isə telefonların şarj idarə etmə modulunun sıradan çıxmasına, batareyanın tez xarab olmasına, telefonun qızmasına və hətta yanğına səbəb ola bilər. Ona görə də adapter alarkən diqqətli olun. Çünki adapter sadəcə olaraq şarj aparatı deyil. O həm də telefonu qoruyan ən önəmli element. Bəs orijinal və saxta adapterləri necə müəyyən edə bilərik? İzləmədə qalın, növbəti videoda bunu izah edəcəyəm.